Ey Əbdülmütəllibin oğulları, and olsun Allaha ki, mən ərəblər arasında elə bir cavan tanımıram ki, mənim sizə gətirdiyim bu şeydən daha yaxşısını öz qövmü üçün gətirmiş olsun. Mən sizə dünya və axirətin xeyrini gətirmişəm və Allah mənə əmr edib ki, sizi bu dinə dəvət edin. Aranızdan kim bu işdə mənim köməkçim və canişinim ola bilər? Mən, ey Allahın Peyğəmbəri. Təkrar edirəm. Hansınız mənim bu işdə köməkçim və canişinim olarsınız? Mən hazıram, ya Peyğəmbər. Bir daha soruşuram. Aranızda mənim bu işdə köməkçim və canişim olacaq kimsə varmı? Mən olaram, ya Rəsulullah. Bu Əli mənim vəsim və canişinimdir. Ona qulaq asın və ona tabi olun. Ey Əbu Talib, görürsənmi? Muhammed səndən öz uşağına itayət etməni istəyir.